Zallarında qəfil infarkt halları yoxsa ümumilikdə gənclər arasında qəfil infarkt hallarının yaranması səbəbi nə ola bilər? Ona görə də düşündük və dərhal da istədik ki, ürək cərrahı Anar müəllimlə söhbət eləyək. Anar Əmrah, istəyərdim ki, Anar müəllim sizi dəvət eləyək. Xoş gəlib, səfa gətirmişsiniz. Ürək damar cərrahı Anar müəllimlə bu mövzu ətrafında danışacaq. Anar müəllim, bizim dəyərli doktorumuz, dəyərli ziyalımız. Buyurun, əyləşə də bilərsiniz, ayaqüstə də dayana bilərsiniz. Necə rahatdırsa, əsas budur ki, cəmiyyətdə yaranmış olan bu problemin həlli istiqamətində dəyərli doktorumuzdan məsləhətlər alaq. İnsanlar nə etməlidirlər? Çünki biz bilmədiyimiz halda idman zallarına gedirik və bunun da qarşısını almaq istəyirik. Çünki insanlar elə başa düşürlər ki, idmanla məşğul olsaq qəfil infarkt keçirə bilərik, ölüm hallarının qarşısını ala bilərik. Amma xeyr, əslində idman sağlamlıq deməkdir. İdmana biz hamını səsləyirik burada. İndi burada problem idman zallarında deyil. Sadəcə olaraq yaranma səbəbindədir ki, görək bu nədən baş verir? Hər birinizi salamlayıram. Həqiqətən dünyada da, Azərbaycanda da gənc ölümlər təəssüflər olsun ki, son 20 ildə artmaqdadır. Əvvəlki illərə görə son 20 ildə, özelliklə son 2 dekadda gənc ölümlər təəssüflər olsun ki, daha çox olmaqdadır. Bu, təbii ki, bütün cəmiyyəti narahat edir və çox təəssüflər olsun ki, sarsıdıcıdır. Yəni, gənc bir insanın aramızdan ayrılması çox insanlara böyük zərbə vurur. Ona görə dünya təbabəti də bu gənc ölümləri araşdırmaq üçün çox elmi araşdırmalar aparır. İtirilən xəstələrin özəlliklə autopsiyası olunur və bunun səbəbini tapmağa çalışırlar. Gənc ölümlərdə özəlliklə, gənc dediyimiz zaman Dünya Səhiyyə Təşkilatı 65 yaşın altına artıq gənc qəbul edir. Və özəlliklə 40'lı yaşlarda, 40-50'li yaşlarda təəssüflər olsun ki, daha çox bu görülür. Anar müəllim, bunun səbəbi nə ola bilər? Çünki bilirsiniz nədən gedir? Bəzən elə insanlar var ki, mütəmadi olaraq həkim müayinəsindən keçirlər. Biz buradan səslənirik ki, hər 6 aydan bir ən azı həkim müayinəsindən keçmək lazımdır. Mən də bu yaxınlarda həkim müayinəsindən keçmişəm, ürək damar sistemlərini yoxlatdırdım. Biraz narahatlıq var, biraz o var, biraz bu var dedilər. Amma ki, təhlükə yoxdur. Amma təhlükə olmadığı halda qəfil infarkt keçirərkən biz kimi günahlandırmalıyıq? Yoxsa bu necə baş verir? Əslində Elnur müəllim belədir. 100 min nəfərdə bir təəssüflər olsun ki, ani ölümlər görülür. Ani ölüm dediyimiz, yəni şikayəti başlayıb 1 saat içərisində həyatını itirməyə biz ani ölüm deyirik. Və bu cəmiyyətdə 100 min nəfərdə bir olur. Bunun üçün biz təbii ki, ciddi bir tibbi yoxlamadan keçməliyik. Yəni burada echo, kardioqramiya və özəlliklə stres test və özəlliklə yəni 35 yaşından sonraki check-uplarda mütləq beyin damarlarının, şah damarın Doppler ultrasonoqrafiyası edilməlidir. Yəni ekokardioqrama təəssüflər olsun ki, damar tıxanıqlığı haqqında bizə məlumat vermir. Yəni o bildiyimiz trombdan söhbət gedir, yoxsa yox? Ümumiyyətlə damarda bir xəstəlik başlamadığını biz kənardan bir göz damarlarını görə bilirik. Onu göz həkimləri görür və gözə də damladıb elə görməlidirlər. Adi belə gözə baxmaqla biz görə bilmirik ki, göz damarlarında daralma var və biz bəsit müayinə metodu 10-15 dəqiqə çəkir. Beyin damarlarına, yəni şah damara ultrasəslə biz baxıb 10-15 dəqiqə içərisində bu insanda bir damar xəstəliyi başlayıb və ya başlamaya bilə bilirik. Ekokardioqrama və stres test eyni zamanda beyin damarlarının Doppler ultrasonoqrafiyası və təbii ki, qandan da şəkər xolesterinin ölçülməsi bizə böyük ölçüdə bir məlumat verir ki, bizdə hər hansı bir ürək-damar xəstəliyi varmı, yoxmu? Anar müəllim, belə bir sual verəcəm sizə. Çünki biz idman zallarından çox da kənara keçmək istəmirik. Çünki idman zallarına gedərkən bilirik ki, orada yoxlanılmalıdır, orada soruşulmalıdır ən azından. Orada idmanla məşğul olmaq istəyənlər hər hansı bir sağlamlıq haqqında arayış verməlidirlər və yaxud əgər belə bir hadisə ilə üzləşiriksə, orada tibbi yardım gələnə, təcili tibbi yardım gələnə qədər ilkin müdaxilələrin olmağı, bu kimi təlimlərin keçirilməyi və yaxud infarkt keçirən insan hansı əlamətləri duya bilər? Bizim bir operator dostumuz var idi, bu yaxınlarda açıq ürək əməliyyatı oldu. Yaxşı ki, o bu məlumatlı olub. Çünki bilmirəm, bu hissələrində ağrılar hiss edib, sonra biraz ilkin əlamətlərdən dərhal həkimə müraciət edib və açıq ürək əməliyyatı keçirib. Hansı vəziyyətdə biz bunu hiss edə bilərik ki, artıq vəziyyət o deyil? Elnur müəllim, ümumiyyətlə, yəni döş qəfəsində, yəni hər hansı bir yeni başlayan sıxışdırıcı,
baskı tərzində ağrı olması, yeni başlayan ümumiyyətlə bir şikayetin olması, bu sizə onu deyir ki, mütləq həkimə müraciət edin. Aha. Yəni gündəlik bizim şikayətimiz yox idi, bugün şikayetim başlayıb. Mütləq həkimə müraciət edilməlidir. İkincisi də bəzi xəstəliklər var ki, özellikle şəkər xəstələrində ağrısız infarktlar olur. Onlar şanssızdırlar biraz. Yəni onlar infarkt keçirir amma heç xəbəri yoxdur. Bəzən soyuq dəymə şəklində biz infarktlarla qarşılaşırıq ki, yəni 3 gündür, 4 gündür mənə soyuq dəyib deyirlər, baxırıq ki, 3 gündə infarkt keçirir. Yəni belə şikayətlərimiz də, yəni qarşıdan qış gəlir. Özəlliklə eşidirik mədə ağrısından əsas şübhələnirlər, məyərsə kürək ağrısı. Diafraqmal infarktlarda biz mədəni də qarışdıra bilirik. Ümumiyyətlə, hər hansı bir ağrı olanda bizim vətəndaşlarımız birinci ürəkdən deyil, onu kənara qoymalıdırlar. Yəni soyuq dəymə, mədə ağrısı falan birinci ürəyi kənara qoyandan sonra deməlidir ki, ürək yaxşıdır, sonra bunlara keçməlidirlər. İkincisi, mən vətəndaşlarımıza bunu da demək istəyirəm ki, məsələn, ağrılar olur, çağırırlar təcil yardımı. Təcil yardım gəlir, kardioqrama çəkir, deyir, heç nə yoxdur. Amma ertəsi gün baxırsınız ki, infarktdan bu insan bizim qabağımıza gələ bilir. Ona görə ciddi bir şikayəti olan insanları təcil yardım yerinə özü təcil yardıma gəlib, orada bir ətraflı bir yoxlamadan keçməlidir. Yəni, tək evdə kardioqrama ilə bu diaqnozları təsvir olsun ki, dəqiq qoyula bilmir. Ola bilərmi ki, uşaq yaşlarından ürəyində bir problemlər var və yaxud hər hansı bir aritmiya deyirlər də ona. Onlar var və idmanla məşğul olarkən bu da ölüm riskini artırır. Təbii ki. Ritim pozğunluqları. Təbii ki. Özəlliklə biz kardioqrama çəkəndə gizlin ürək qüsurları. Bəli, aritmiyaları görə bilirik. İndi bugün, belə deyim, ana bətnində artıq şoxlara echo eləyib. Ürək qüsuru varmı, yoxmu onları görə bilirik və ölkəmizdə də bu çox yüksək səviyyədə aparılır. Ana bətnində echo eləyirlər bizim ginekoloqlar və özəlliklə təsvir olsun ki, kişilərdə ani ölümlər 3-4 dəfə qadınlardan daha çoxdur. Qadınlarda 50 yaşına qədər, yəni qadınlıq hormonu infarktdan daha çox qoruyur xanımlarımızı. Özəlliklə kişilər bu qrupda daha risk qrupundadır. Biz mütəmadi olaraq ildə bir dəfə ürək həkimi müayinəsindən keçməliyik. Yəni bunu biz artıq belə deyimsə, yəni bir qızıl qayda olaraq etməliyik. Yəni əgər ürək həkiminin müayinəsinin heç bir şikayətiniz olmasa da ildə bir dəfə ətraflı bir ürək müayinəsindən keçilməlidir. İkincisi, ürək həkimi baxdı, dedi hər şey yolundadır. Yəni amma yenə də ani ölümlər ola bilər. Yəni idman olunan yerlərdə mütləq tədbirli olmalıyıq. Bu tədbirli olmaq nədən ibarətdir? Özəlliklə bizim idman sahəsində çalışan işçilərimiz daha yaxşı olar ki, bəli, ilkin tibbi yardımı bilsinlər. Yəni bir suni ürək masajını bilsinlər. Yaxşı olar ki, elə zallarda defibrillator olsun. Yəni defibrillator həyat qurtarıcıdır və o defibrillator istifadə edə bilən təlimatçılar olsun, idman zalında işləyənlər. Tək idman zalından söhbət getmir. Ümumiyyətlə, kalabalıq ortamlar dediyimiz... Nəyə xidmət eləyir? Bu defibrillatorlar ümumiyyətlə Avropada, Amerikada çox yaygın istifadə olunur. Alış-veriş mərkəzlərində, stadionlarda, böyük futbol meydançalarında, özəlliklə... Elektroşok. Elektroşok, bəli. Əslində, bu elektroşoklar da çox asan istifadə olunur. Onun özü sizi təlimatlandırır. Hətta Avropada bəzi yerlərdə elektroşok dronlar var. Təcil yardım yerinə birinci elektroşok dron gəlir oraya. Yəni 3-5 dəqiqə. Yəni siz bizimlə razısınızmı Anar müəllim? Çox maraqlı bir hadisə baş verdi ki, yəni bu qəfil ölüm halları, infarkt hallarının keçirilməsi zamanında artıq sosial media üzərindən bir çox həkimlərimiz fikirlər bölüşməyə başladılar və belə fikirlərdən biri də oydu ki, mütləqdir ki, hər birimiz süni ürək masajı etməyi bacarmalıyıq. Yəni əlin bu boş hissələri ilə indi daha dəqiq siz deyəcəksiniz ki, dəqiqədə 100-120 dəfə, çünki bir insanın gücü yalnız 2 dəqiqəyə çatır və onların yanında olanlar mütləqdir ki, təlimli olmalıdırlar ki, təcili tibbi yardım gələnə qədər dayanmadan ürək masajı etsinlər və elə olan halda xəstə geri dönüş eləyə bilər, elədirmi? Bəli, təbii ki, Elnur müəllim, burada əsas məqam nədən ibarətdir? Yəni ürək dayanıbdır. Biz onu təsbit edə bilməliyik. Əgər adam huşu yoxdursa, siz nəbz ala bilmirsinizsə ki, bu təlim keçən insanlar nəbz baxmağı bilirlər, yuxu arteriyasından və ya məsələn, yəni biləkdən nəbzə baxa bilirlər. Əgər nəbz yoxdursa, huş da yoxdursa, sizin dediklərinizə cavab vermirsə, burada ürək dayanmış deməkdir və mütləq masaja başlamalısınız. Əgər masaj etməz isəniz, yəni 3-5 dəqiqə sonra həyat durur. Yəni beyin ölümü olur daha doğrusu, beyin ölümündən sonra artıq heç nə etmək mümkün deyil. Və burada 2 dənə təməl, belə deyimsə, bizim eləyə biləcəyimiz, vətəndaşların eləyə biləcəyi bir şey var. Bir, orada təsbit eləməlidirlər ki, ciddi hadisə var, həmən təcil yardıma zəng eləməlidirlər.
Yəni birinci iş təcil yardıma zəng eləmək Bəli. və ikinci ondan sonra da yardım eləmək lazımdır. Yardım eləyəndə siz orada bilirsinizsə suni ürək masajını təcil yardım gələnə qədər dayandırmamalıdırlar. Bəli. Biliriksə. Bəli, biliriksə. Bəs onu bilmək üçün ola bilərmi ki, bizə göstərəsiniz, başa salasınız ki, Belə bir bu söz deyim, formada- döş qəfəsinin üstündə Allah Təala elə yaradıb ki, bizim məqsədimiz nədir? Bu döş sümüyü, sternum deyirik, iman taxtası deyirik. Döş sümüyü ilə onurğa sümüyünün arasında ürək yerləşibdir. Biz sıxıb qanı bədənə qovuruq. Sıxırıq, buraxırıq. Yəni döş sümüyünün üzərinə buradan əlimizlə sıxırıq, təxminən 5 santim. 5 santim sürət sıxıb buraxırıq. Amma bunu belə deyimsə təlimini keçmək lazım. Çünki siz sıxdınız, yetərlicə buraxa bilməzsəniz, ürəyə təkrar qan dolmur, yəni effektiv sıxmırsınız. Yəni bizim məqsədimiz odur ki, sıxaq ürək içindəki qanı beyinə atsın. Biz buraxanda ürək təkrar dolsun. Bəli. Yəni mən ona görə deyirəm ki, 1 dəqiqədə 60 saniyə var, amma deyirlər ki, dəqiqə ərzində 100-120 dəfə əslində yəni belə bir sayı şey indi- çox tələsməmək də lazım deyil. Yəni belə deyimsə, normalda 60 dəfə ürək vuranda bəs edir. Amma siz təbii ki, təbii olaraq etmədiyinizə görə, yəni Daha 100-120 sürətli. dəfə vurmanız məsləhətdir. Orada ikinci, üçüncü adam da kömək edə bilər, dəyişə bilərsiniz bunu, yəni. Yəni belə deyimsə. Bəs təlimlərin nə kimi müsbət tərəfləri olub? Bunu Avropada araşdırıblar. Avropada bəzi ölkələrdə, yəni ani ürək dayanması olan yerlərdə ətrafdakıların 80%-i suni ürək ağciyər masajını edib və xəstənin Geri həyatını qaytarırlar. xilas etmək Bəli. mümkün olubdur. Yəni biz də təəssüf olsun ki, təcrübəmizdə xəstəxanaya gələn işçilər arasında, xəstələr arasında qarşılaşırıq bunlarla. İldə bir dəfə, iki dəfə. Yəni xəstəxananın ortasında gələn insanın ani ürək dayanması olub. Belə hadisələrlə qarşılaşmışıq. Təcili yardım həmən xidmət edir. O insan şanslı insandır ki, xəstəxanada olubdur bu. Və belə həyata döndərdiyimiz insanlar olubdur. Bəli. Gənc insanlar və burada da bu ümumiyyətlə şikayəti olan insanlardan söhbət idman zalından getmir. Bəli. Yəni ürək şikayəti oldusa, burada bu vətəndaşların özü maşın sürüb təcil yardıma getməsini heç bir tövsiyə etmirik. Orada maşını kənara verib saxlayıb, təcil yardıma zəng edib ətrafdakılardan yardım istəməlidir. Yəni burada ən çox edilən səhvlərdən biri də maşını özü sürət məsələn belə deyim sizə xəstəxanaya getməyə cəhd edirlər. Yəni və bir də indi hər hansı bir yoxlamadan keçdiniz, hər şey yolundadır, amma bəzi çox nadir görülən ürək qüsurları var ki, bu adi yoxlamalarda ortaya çıxmır. Yəni biz təəssüf olsun ki, görürük ki, gənc futbolçular bütün check-uplardan keçiblər, hər şey normal və həyatını itiriblər. Yəni belə hadisələrlə Azərbaycanda da, yəni dünyamızda da bunu qarşılaşırıq. Bəzən də bütün hər şey normal olur. Yəni koroner vazospazm deyirik, yəni o an damarlarda bir spazm olur və ürək dayanır. Yəni belə hadisələr də olur. Yəni ani həyatını itirən insanlar o demək deyil ki, bunda ürək qüsuru var. Bəzən çox nadir də olsa, qüsur olmadan da belə hadisələr ola bilir. Burada da təcili ürək masajı və defibrillatorla şoklamaq vacibdir. Anar müəllim, çox sağ olun gəldiyiniz üçün. Artıq bizə ayrılan vaxtın sonuna gəlib çatırıq. Yəni sizinlə söhbətimizin sonuna gəlib çatırıq. Təbii ki, biz bu yaxınlarda yenidən görüşərik. Çünki ürəyi qidalandıran qidalar var, zərərli vərdişlər var ki, onlar da ürəyin fəaliyyətinə çox mənfi təsir göstərir. Bax, bu istiqamətdə də biz ayrıca bir mövzu edib danışmalıyıq. Amma çox sağ olun ki, bu həssas dönəmdə insanların marağına səbəb olan bu mövzuda bizə rahat bir məlumat verdiniz. Minnətdarıq sizə. Sizə fəaliyyətinizdə uğurlar arzulayırıq. Ən əsası odur ki, can sağlığı arzulayır sizə. Xatırladaq ki, qonağımız Anar Əmrah ürək cərrahı bugün bizimlə bərabər idi və cəmiyyətdə yaranmış olan idman zallarında qəfil infarkt hallarının problemləri, yəni qəfil infarkt hallarının olmağı, ölümlə nəticələnməyi orada da bir narahatlıq yaratdı və buna bir aydınlıq gətirmək üçün Anar müəllimlə söhbət etdik. Çox sağ olun gəldiyiniz üçün. Çox sağ olun. Minnətdarlıq.